Salam, hər vaxtınız xeyir olsun. Birinci sualdan keçək izahlara. Şərti oxumayacağam. Bəzi şərtlər olacaq ki, onları oxuyacağam. Çünki tam aydın olsun deyə. Şərti ona görə oxumuram ki, vaxt getməsin. Birinci sualda nə deyir? Birinci sualda deyir ki, 5 dənə rəqəm verilib. Bu rəqəmin köməyi ilə 5 rəqəmli müxtəlif ədədlər düzəltməliyik. Həmin ədədlərin də rəqəmləri müxtəlif olmalıdır. Nə deməkdir? Həmin ədədlərin rəqəmləri müxtəlif. Məsələn, burada yazmışıq, məsələn, 8 düzdür. Növbəti dəfə 8-i istifadə edə bilmərik. Bura maksimum bir dənə rəqəm istifadə etməliyik. Məsələn, 8-i götürdük, növbəti xanaya 7. Bura 7 yazmışıqsa, 8 ilə 7-ni istifadə etməyəcəyik. 100, 1, 0. Ən böyüyü bunu düzəltməliyik. Sonra, məsələn, bura tutaq ki, bura götürmüşük, məsələn, 7. Bura 7 yaza bilmərik. Bu bizim şərtimizi pozur. Bura maksimum 8 yaza bilərik, 3 yaza bilərik, 1 yaza bilərik, 0 yaza bilərik. Bu qayda ilə ədədləri götürmək lazımdır. Amma diqqətli olmaq lazımdır ki, həmin ədədlər böyükdən kiçiyə doğru sıralamalıyıq və bizə 8-ci ilə 9-cu lazımdır. Baxın, bu ədədləri necə mən sıralamışam, onu da sizə deyim. Məsələn, 87 yazdım bura. Düz ən böyük 3 olacaq, sonra 1 olacaq, 0 olacaq. Sonra 1 ilə 0-ın yerini dəyişmişəm. Bura getmişəm 0, 1-i getmişəm bura. Bu qayda ilə düzmüşük. Deməli, bizə 8-ci ədəd qırmızını yazmışam, 9-cu ədəd qırmızı yazmışam. Bu ədədləri cəmin 1 isə 0, 1, 0 isə 7, 7, 7 isə 1, 8, 3 isə 3, 6, 8 isə 8 gələndə 16. Bu da doğru variant hansıdır? C variantı. Keçirik ikinci suala. İkinci sualda nə deyir? Nadir pulun yarısını xərcləyir. Tutaq ki, Nadirin 16x manat pulu var. Fərqi yoxdur. İstəyirsiniz 8x götürün, istəyirsiniz x götürün. Mənə rahat olsun deyə 16x götürdüm. Yarısını xərcləyibsə, nə qədər? 16x-in yarısı nə qədər? 16-nı bölürsünüz 2-yə. Düşün nə qədər? 8x-in xərcləyib. Düzdür? Sonra qalibə 30 manat verib. Bundan da çıxacağım 30 manatı. Umumi pulu nə qədər qalacaq cibində? Umumi pulun 8-də 3 hissəsi, yəni başlanğıcdakı pul nə qədər idi? 16x idi də. 16x-in 8-də 3 hissəsini tapırıq. 16-nın 8-də 3 hissəsi 16-nı bölürük 8-ə, 2, 2-ni də bölürük 3-ə, 6x-i. Yəni, biz Nadirin pulunu tapmaq istəsək, 16x-dən, umumi puldan çıxacaq yarısını 8x-i, çıxacaq 30-u, verəcək bizə nəyi? 6x-i. 16x-dən 8x çıxanda qalır 8x, çıxılsın 30, bərabərdir 6x-ə. 8x-dən də 6x-i çıxırıq. 30-u keçirik sağ tərəfə, 30. Qalır 2x bərabərdir 30-a. X nəyə bərabərdir? X də bərabərdir 30-u da 2-yə böləndə, 30-u bölünsün 2-yə, x də bərabərdir 15-ə. X-i tapdıq 15. Nadirin də 16x idi. 16-nı da vururuq 15-ə. Bu deyil nə qədər? 240 manat. Bu da oldu D variantı. Yenə də deyirəm, mən burada 16x götürmüşəm. Kim necə istəyir, onu götürsün. İstəyirsiniz 8x götürün, istəyirsiniz 5x götürün, istəyirsiniz 3x götürün. X götürün, fərqi yoxdur. Sizə necə rahat gəlirsə, o qayda ilə həll edirsiniz. Sonra, üçüncü sualda, bu da maraqlı sualdır. Ədədi ortadır. Ədədi orta bilirik ki, verilən ədədləri toplayırıq, sayına böldürürük, ədədi orta verilir. İndi 4 dənə ədəd var. Bu 4 dənə ədədlər, deyək ki, baxın, A, ən böyüyü A-dır, sonra B-dir, sonra C-dir, sonra da D-dir. Bunları toplasam, bölsəm sayına 4-ə, verəcək nəyi? 112-ni. Daha doğrusu 28-i. Ədədi orta neçəni verir? 28-i. İndi bunları mən cəmini tapa bilərəm də. Cəmi necə taparam? Çarpaz vursam 28 4-ə vursam, neçə elədik? 112.
Buradan yazıram. A üstə gəlsin, B üstə gəlsin, C bərabərdir. 28 vurulsun 4'ə. Bu da bərabərdir. Neçəyə? 112'ye. Bunu buradan sildirəm. Bir nəfərlik 112 yazıram. Gözünüzün qapağında olsun. 112. Sonra nə deyir? Ən böyük ədəd tapmaq istəsəm, ən böyük ədəd nədir burada? Addır. Bunu mən kvadrata saldım. Bunları tapmaq istəsəm, hani B üstə gəl C, üstə gəlsin D bərabərdir. Bunların ədədi ortası 3 dənə D 3'ə böldüm. Verəcək nəyi? Verəcək ədədi orta 22'ni verəcək. Verdi 22. Çarpaz vursam yenə də 22'ni vuracağım 2'yə. Eləcək nə qədər? 66. Bunu da silirəm buradan. 66. Mən buradan A-nı tapa bilərəm də. Çünki bildirəm ki B üstə gəl C üstə gəl D 66'nı verir. Gətirim burada 66 yazdıram. A üstə gəl 66 bərabərdir 112'yə. Buradan A nəyə bərabərdir? 112'dən çıxıram 66'nı. Bu da nəyi verir? 12'dən 6 6. Bu da elir 46. En büyük ədəd neçədir? 46'dır. Sonra nə deyir? En kiçik ədədi hesablamaq ədədi orta 32 olur. En kiçik ədədi hesablamaq üçün hesablamasaq daha doğrusu. En kiçik hesablanmasa en kiçik burada nədir? En kiçik dedi də, düzdür? Yəni A ilə B-ni, C-ni toplasam, bölsəm 3'ə nəyi verəcək? 32'ni verəcək. 32'ni verir. Düzdür? Onda A üstə gəl B, üstə gəlsin C bərabərdir. 32'ni 3'ə vuranda 96. Buradan A-nı bilirəm də, A-nın qiyməti 46 idi. Bundan çıxıram 96'dan 46'nı çıxıram. Baxın buradan elə bil ki A-nı buradan sildirəm. 46 yazıram bura. 46. B üstə gəlsin C nəyi verəcək? Buradan düzəldim. B üstə gəlsin C nəyi verəcək? 50'ni. Bizdən də bu ədədlərin ədədi ortasını soruşduğuna görə 50'ni də bölürük 2'yə. Nəyi verir? 25. Buradan yazıram 50 bölsün 2, 25. Sonra 4-cü sual. Aşağıda 3 dənə markaları avtomobillər verilib, enləri və qapı ölçüləri verilib. Fikir verin, maşının eni nə qədərdir? 2 metr. metr qapının eni. Bax 2. Üstə gəl. 1 metr, 1,1 metr buradan, 1,1 metr. Üstə gəl, 1,1 metr. Bu uzunluq nə qədər verir? Eləyir nə qədər? 4,2. Yəni A-nın eni nə qədərdir? 4,2. İndi B-nin baxsaq, B-də baxsaq 2,2 üstə gəl 0,9, üstə gəl 0,9. Nəyi verir? 4 metrə. Yəni sarı maşının eni nə qədərdir? 4 metrə. Bəs C-nin 2,1 üstə gəl 0,8, üstə gəl 0,8. Bu da eləyir nə qədər? 3,7 metr. Sonra nədir? Bu avtomobillər 39 metr uzunluğunda bir avtomobil parkında yan-yana dayandıqda hamısının qapıları tam olaraq ardıcıl açıq qala bilir. Buna görə avtomobillər bu parkda aşağıda verilənlərdən hansına uyğun şəkildə dayana bilər. Aha. Bizim variantlarda düzülüşdə 39'u keçməməlidir. Yəni hansı şərt ödəməlidir? Burada C variantı ödəyəcək. Baxın. 2 dənə A avtomobili var. Yəni 2 dənə qırmızı maşın dayanıb yan-yana. Onda baxın. 4,2'ni buradan yazım A bərabərdir. 4,2 vurulsun 2. Nə qədər eləyir? 8,4 metr. Düzdür? B-yə baxsaq. B də neçədə nədir? 1, 2. 2 vurulsun 4 metr. Çünki sarılar da 4 metrdən bir dayanırdı.
Belədir 8 metr. C-nə baxsaq, biraz yaxınlaşdırım. Bax 1, 2, 3, 4, 5, 6 dənə. 6-nı da vuracağım. 6 vurulsun. Mavi də 3,7 metrdən bir dayanırdı. Vurulsun 3,7 metr. Bu da eləyir nə qədər? 22,2. Yəni 8,4 metr. Üstə gəl 8 metr. Üstə gəl 22,2 metr. Bu da verir nə qədər? 38,6 metr. Həqiqətən uzunluq nə qədər idi? 39 metr. Deməli dayana bilər. Amma digər variantları yoxlasaz, görəsiniz ki, bunlar 40-dan yuxarı eləyir. 39-dan yuxarı 40-dan eləyir. Ona görə dayana bilməz. Onlar yerləşməyəcək ora. Ona görə doğru variant nə oldu? 4-cü sualda C variantı. Keçək 5-ci sualda. Nə deyir? Cədvəldə verilən ardıcıl cüt ədədlər müəyyən qaydaya uyğun olaraq sıralanıb. Buna görə 2026-cı ədədi hansı hərfin altında yer alacaq? Fikir versək, neçə dənə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə hərf var. Biz bilirik ki, hərflərin sırasını tapmaq üçün təkrarlananın sayına bölünür. Yəni perioda bölmək lazımdır. Amma ki, burada diqqətli olmaq lazımdır ki, 9 dənə hərf varsa, burada qalıq qala bilər ki, maksimum 8. Çünki 9 qalsa, həmin ədəd 9-a bölünəcək də. Niyə görə? Baxın, bir dənə misal deyim. Məsələn, 18-i bölürük 9-a. Düzdür? 2 dəfə düşür də. 2 9-un 18. Qalıq qalmadı ki, 0. Ona görə biz bu qalıqları elə bir uyğunluğa uyğun düzməliyik ki, həmin şərt ödəsin. Ona görə mən, baxın, K-ın qalığına deyirəm 2. K olsun 2. L olsun 3. M olsun qalıq 4. N olsun 5. Bu qayda ilə 6, 7, 8. Düzdür? Qalıq dedik ki, 9 qala bilməz. 9 qalmadığına görə 0 qala bilər qalıq. Və 1. Həqiqətən, məsələn, 34-ə baxaq. Period 9 dənədən 1-dir də, düzdürmü? Doqquzdan hərf var deyə 9 dəfədən 1 təkrarlanır. Ona görə baxın, indi 34-ü bölürsünüz 9-a. Görək, həqiqətən bu şərt ödürmü, yoxsa yox? 34-ü 4-ə bölürsən, 4 dəfə, 4 9 36. Evet, niyə 4 dəfə? 3 dəfə. Düzdür? 3 9-un 27, qalıq qaldı 7. 7-ci burada həqiqətən hansı hərf idi? R, gördünüz? R-in altındadır. Və yaxud da 20-ni yoxlasaq, 20-ni böləcəyik 2-yə, 9-a daha doğrusu. Qalıq qalacaq 2, qalıq qalacaq neçə? 2. 2 də nə idi? K idi, gördünüz? 20 K-ın yanındadır. Bizə də 2026 dediyindən görə 2026-nı bölürük 9-a. Qalıq 1 qaldığına görə birinci burada hansı hərfdir? Y hərfidir. Deməli, doğru variant D variantı olacaq. Sonra 5-ci sual keçdik. 6-cı suala keçək. 6-cı sualda kub verilib. Nə deyir burada? Bu kubun, yəni kubun 6 dənə üzvü var. Bu üzvlərin cəmi neçədir? Üst rəqəmli ədəd verilir. Və bizdən soruşur ki, ən az neçə olmalıdır? Qarşı üzvlərdəki ədədlərin neçə olmalıdır? Ən az olması üçün bilməliyik ki, həmin bu üst rəqəmli, daha doğrusu 6 dənə ədədlərin cəmi daha kiçik ədədlər eləməlidir. Bu kiçik ədədlər olması üçün ən kiçik üst rəqəmli ədəd neçədir? 100-dür. Amma diqqətli olmaq lazım. 100 niyə götürmürük? Çünki 100 6-ya bölünmür. Axı deyir, axı qarşı üzlərindəki ədədlərin cəmi bir-birinə bərabərdir. Mən ədədi orta tapmaq istəyirəmsə, həmin ədəd bilməliyəm ki, 6-ya tam bölünməlidir. Qalıq qalmamalıdır. Ona görə 100 bölünmür, 101 bölünmür, 102-ni götürürəm. 102-ni böldürəm 6-ya. Düşün neçə? 17. Yəni, hər birinin ədədi ortası 17 dənədir. Yəni, 6 dənə 17 eləyir 102. Bəs görüm, 2 dənəsi
Cəmi neçə ilə? Çünki deyirək qarşı üzlərdəki ədədlərin cəmi bir-birinə bərabərdir. Qarşı üzlərində yazılan ədədlərin cəmi bir-birinə bərabərdir. Onda 2 dənə 17-nin cəmi nə qədər eləyəcək? 17, 34. İndi bizə də nə lazımdır? 18 ədədin yazılan üzünün qarşı üzünün cəmi neçədir? 18-in qarşısı. İndi 34-dən də çıxım 18-i nəyi verəcək? 16-nı. Bu doğru variant C variantı olacaq. Birdən sizə 14-ü sorsaydı, 34-dən çıxardınız 14-ü. Neçə qalardı? 20. Birdən 12-ni sorsaydı, 34-dən çıxardınız 13-ni. Qalardı nə qədər? 22. Sonra keçirik 7-ci suala. Bu da maraqlı sualdır. Nə deyir? Dəqiqədə 6 saniyə geri qalan 1 saat. Həqiqi saat neçədir? 22:30-dur, düzdür? İndi mən 22:30-dan görüm 21:00-a qədər nə qədər vaxt keçib? 21:00-a kimi. Bunu alt-alta çıxanda nə qədər qalır? 30. Deməli 1 saat 30 dəqiqə. Bunu da dəqiqə çevirəndə 1 saat 60 dəqiqədir. 60 üstə gəl 30. Nə qədər eləyir? Bu da 90 dəqiqə. 90 dəqiqə. 90 dəqiqə. 90 dəqiqədə görək neçə saniyə geri qalıb. Nə qədər? Axı deyir axı 1 dəqiqədə 6 saniyə geri qalır. Onda 90 dəqiqədə 90-ı vuracağam 6-ya. Böləcəm nəyə? 6-ya. Nə qədər eləyəcək? Bunu saata çevirəndə 15 saat. Düzdür? Deməli 15 saat geri qalıb. Düzdür? 15 saat. İndi mən bunu düzəldirəm. Bu saatı düzəltmək istəyirəm. Bu saatı düzəltmək üçün bunu yazıram. Düzdür? Yəni həqiqi saat nə qədər idi? 22:30-dan çıxıram 15 saatı. 15:00. 7 saat 30 dəqiqə. Bunu indi saatla çevirəndə 07:30 olur da. İndi bizə də bu ədədlərin cəmi, yəni bu A-yı verir 0, B-ni verir, C-ni verir, D-ni verir. Düzdür? 0 üstə gəl 7, üstə gəl 3, üstə gəl 0. Nə qədər eləyir? Bunların da cəmi 10-u verir. Bu da oldu B variantı. Keçək növbəti suala. 8-ci sual nədir? Bu da maraqlı sualdır. Deyək, xarab olmuş bir kalkulyatorda, tutaq ki, 5 düyməsini bastıq. Pürüsü vuranda 2 dənə ardıcıl ədəd gəlir. 6 üstə gəl 7. Bunları cəmi nəyi verir bizə? 18-i. Və yaxud da məsələn 8-i bassaq, 8 üstə gəl 9, üstə gəl 7 olacaq. Bunların cəmi nəyi verəcək? 8-də 9, 17, 17-si 24-ü verəcək. Mən burada 8, 7, 15, 9, 24. Ardıcılarla, amma birinci belə olmalıdır. 8 üstə gəl 7, üstə gəl 9. Üzr istəyirəm. Burada səhv yazdım. Elə bil mən 7-ni bastaydım. 8-i bastaydım belə olacaqdı. Baxın. Ölçündən 1 vaat arta gedir də. 8 üstə gəl 9, üstə gəl 10. Bunların cəmi neçə olacaqdır? 8, 9, 17, 17, 10, 27. Bu qayda ilə gedəcəkdir. Fikir verin. 9, 9 artır. İndi bizdən nə deyir? 255 yazılır. İndi görək hansı düyməni basmışıq, hansı rəqəmi basmışıq birinci. Ona görə birinci bilmirəm də buna x yazdıram. X. Düzdür, birinci 3 dəfə cəhd eləyir də. X. X üstə gəl 1, 2, x üstə gəl 3. Ardıcıl gedir. X üstə gəl 2 daha doğrusu. Bunların cəmindən qədər eləyir. 3x üstə gəl 3. İndi 4-cü dəfə bastıq. 3 üstə gəl 3 olur da. 3x üstə gəl 3. Düzdür? Üstə gəl 3x üstə gəl 4. Üstə gəl 3x üstə gəl neçə? 5. 3x, 3x, 3x. 9x üstə gəl. Üstə 4. 7, 7 isə də 5 gələndə 12. Düzdür? Növbəti 3-cü dəfə bastığımız zaman
Bunu buradan pozdum. İkinci dəfəni yazdım. Bu bizə mane olmasın. Deməli 3 niyə 9x üstəgəl 12. İndi üçüncü dəfə bastırıq. 9x üstəgəl 12 üstəgəl 9x üstəgəl 13 üstəgəl 9x üstəgəl neçə 14. 9x 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 27x üstəgəl 12 13 25 25 də 14 gələndə 39 bərabər eləyir nəyə? 255-ə. 255-ə. İndi buradan 27x nəyə bərabərdir? 255-dən çıxıram 39-u. Buradan 27x bərabərdir 6 216. İndi x də bərabərdir 216-nı 216-nı da böldürəm 27-yə. Bu da düşür nə qədər? 8. Deməli, ilk dəfənin hansı rəqəmə basıb 8 rəqəmə basmış olub. Bu da oldu. Doğru variant hansı? C variantı. Keçirik növbəti suala. Nə deyir? Aşağıdakı şəkildə ən aşağı hissədəki 3 kvadratın daxilinə hasılı 9990 olan, daha doğrusu olan 3 müxtəlif natural ədəd yazılmalıdır. Yan-yana 2 kvadratın daxilinə yazılan ədədlərin cəmi bu 2 kvadratın üstündəki orta kvadrata yazılır. Buna görə ən üstdəki kvadratdan əldə edə biləcəyi ən böyük ədəd ilə ən kiçik ədədin cəmi neçə olar? Aha. Biz bilməlisiniz ki, 990-ın sadə vurğularını ayırırsınız. 990-ı baxın belə ayırırsınız. 990-ı bölürsünüz 2-yə. 495 bu 1. Buraya yazıram 491 bu 1. Yəni bu nə deyir axı? 3 dənə kvadratın ən aşağı hissədə 3 dənə kvadratın hasılı 990 eləməlidir. Bax bunu mən özüm çəkirəm buradan. Bizə mane olmasın. Bax çəkdim belə. 1 2 3. Sonra çəkirəm 2 dənə belə. Düzdür? Sonra da bunun üstündə bir dənə çəkirəm. Bax bu kvadrat çəkdim. Ən böyük olması üçün bura 1 yazıram. Ortaya yazıram 495. Buraya yazıram 2. Bax deyir axı 2 dənə kvadratın cəmi yuxarıdakı cəminə verir. 2 dənə kvadratın cəmi yuxarıdakını verir. Bu 497 oluyor da bu 497 olacaq. Bu da 495 ilə bir gəlin 496. İndi 496 ilə 497 gələndə bu deyir 993. 993. Ən böyükü 993. Sonra indi ən kiçiyi baxın ən kiçiyini də çəkmək üçün yazdıram burada. Ən kiçiyini də çəkirəm buradan. Ən kiçiyi. Buraya yazaq 9. Buraya yazaq 10. Buraya yazaq 11. 9 da 10 gələndə eləyir 19. Amma 10 üstə 11 gələndə 21 eləyir. Deməli böyükdür. Ona görə nə eləmək? Dəyişmək lazımdır. Bunu sizə göstərmək üçün yazdım. Bax belə diqqətli olmaq lazımdır. Deməli onda onu hara yazmaq lazımdır? Onu ortaya yazsaq 9'u bura əksinə onu qırağa yazaq. Onu qırağa yazmaq lazım. Düzdür? Onu yazdıq qırağa.
10 bura düşdü. Sonra 9 bura düşsün. 11 bura düşsün. 10 üstə 9 19. 9 üstə də 10 20. 20 üstə 9 gələndə 39. Düzdür? Bizə ən böyük 30 yuxarıda deyir ha. Bu kvadratda ala biləcək. Burada 39'dur. Burada 993'dür. 993 üstə gəl 39. 2 üstə 13'ü 12 üstə. Ben bunu səhv gəldim deyəsən. 9 üstə 13. Aha. Bu da 1032. Bu da oldu. Doğru variant. Hansı? B variantı. Yəqin ki aydın oldu. Keçirik 10-cu suala. Bu da maraqlı sualdır. Nə deyir? Baxın. Yazıram buradan A, B. Yazıram bərabərdir C ilə D. Düzdür? Buradan xətt çəkirəm. Bax, birinci nəyi yoxlayıram? Birinci rəqəmlər cəmi 6-ya bərabər olmalıdır. 2 ilə 4'ü götürürəm. 2 ilə 4'ü 6 ilə 0'ı götürürəm. Düzdür? İkinci dəfə nə edirəm? 2 ilə 24'ü götürürəm. 0, 6 yaza bilərəm. Düzdür? Üçüncü. İndi 42'ni götürürəm. 60 yazıram. Dördüncü nəyə götürəcəm? 42 bərabərdir 0, 6'ya. Düzdür? Bir dəfə də. Bax, 5-ci. 60 0 yaza bilərəm nə? 6 0 24. Düzdür? Sonra 6-cı nə yaza bilərəm? 6-cı yaza bilərik ki 6-cı yazmaq olar ki 6 0 42. Neçədən oldu? 6 dənə. Birinci oldu 6 dənə. Bəs niyə 7-ci 0 6 42 yaza bilmədim? Çünki 0 ilə başlayan bir ədəd yoxdur. Çünki ən birinci burada ədəd ABC ilə başlayır. Ona görə bunu götürmək olmaz. Deməli, neçə hal oldu? 6 dənə. Bax, bunları sildim. İndi keçirik hansı rəqəmlərinə baxacağıq? Rəqəmlər cəmi 8 olsun. Baxın, birinci 2 8 neçə eləyir? 10. Sonra 6 ilə 4'ü götürəm 10 eləyir. Düzdür? İkinci. Yenə də 2 8 46. Düzdür? Yenə üçüncü. 8-dən 2'nin yerini dəyişirəm. 82 64. Dördüncü 82 46. Beşinci nə eləmək olar? Yerlərini dəyişirik. 64 ilə 28'i götürürük. 6-cı nə götürəcəyik? 64 ilə 82'ni götürəcəyik. Düzdür? 7-ci nə götürəcəyim? İndi 46 ilə 28'i götürəcəm. 8-ci nə götürəcəyim? 46 ilə 82'ni götürəcəm. Çünki burada ABC-dir. Mən yerini dəyişirəm. Çünki biz bu ədədi yaza bilərik də. Buradan da olur nə qədər? 8 dənə. Deməli 8 dənə buradan. Sonra bunları sildirəm. Sonra hansına baxıram? ilə 4'ü götürmüşdük. Ona götürdük 8'i. İndi 8'i götürmək lazımdır. 8'i. Yenə buradan yazdıram. A, B bərabərdir D ilə Y. Düzdür? D ilə Y. Hansını götürürük? 2 ilə 6, 8 ilə 0. Düzdür? Birinci. Yenə ikinci nə olacaq? 2, 6, 0, 8. Üçüncü nə olacaq?
2 ilə 6-nın yerini dəyişirəm. 6, 2, 80. Düzdür. Dördüncü nə olacaq? 6, 2, 0, 8. Beşinci nə olacaq? Bir dəfə yerlərini dəyişir. 80. Nə olacaq? 26. Altıncı nə olacaq? 80, 62. Çünki 0, 8 yaza bilmərik. Bu iki rəqəmli 0 ilə başlayan belə bir ədəd yoxdur deyə. 6 dənə buradan. Cəmi nəyi vermişdi? 6 oradan, üstə gəldi 8 oradan, üstə gəldi 6 buradan. Bunların cəmi nəyi verir? 20-ni verir. Bu da maraqlı sualdır. Keçirik 11-ci suala. Bu da maraqlı sualdır. Görək nə deyir burada. Burada deyir ki, X, Y, Z üst rəqəmli ədədlərdir. Bu ədədlərin rəqəmlər hasilini verilib toplamalıyıq. Rəqəmlər hasilini. Məsələn, necə bilmək lazımdır? Məsələn, 100 yazmışıq. 100-ün rəqəmlər hasilini baxın burada yazır. 1 vurulsun 0, vurulsun 0. 0 eləyəcək da. İndi biz buradan hər birim götürməliyik ki, baxın 100-dən 109-a qədər, bax 100-dən başlayır. 100-dən, baxın 100-dən 109-a qədər rəqəmlər hasili 0 eləyir. Cəmlərin özünün 0 eləyəcək cəmi. İndi 109-dan sonra nə gəlir? 110. 110-dan sonra 119-a qədər, 119-a qədər 45 dənə eləyəcək. Gəlin göstərim. Niyə görə? Baxın 110-da 0 eləyib. Bax 111-də rəqəmlər hasili 1 vurulsun 1, vurulsun 1, 1 eləyir. Sonra gəlir neçə? 112, düzdür? 112-də 1 vurulsun 1, vurulsun 1, 2, neçə eləyir? 2. Sonra 113-də 3 olacaq. 114, 5, 6, 7, 8, 9-a kimi gələcək də, düzdür? 119-a qədər. Birdən 9-a qədər ədədlərin hasilini necə tapırdıq? N vurulsun, N üstə gəl 1, bölünsün 2-yə. 9 da 1 gəlin 10, onu da 2-yə böləndə 45. 45. Bu qayda bunlarda 45 artacaq. İndi vurusuz hesablasaz, görərsiniz ki, həqiqətən hər biri 45 artacaq. İndi 119-dan sonra gəlir 120-dən 129-a qədər nə qədər? 45-də 45 gələndə 90 artacaq. 129-dan 130-dan 139-a qədər 90-da 45 gələndə 135 eləyir. Bax, bunları oturub hesablasınız, elə olacaq. Sadəcə burada qayda var. Pürüz 45 artır. Hər biri pürüz 45 artır. Sonra indi 139-dan sonra gəlir 140. 140-dan da 149-a qədər nə qədər rəqəmlər cəmi dəyişiləcək? 35 artanda 180 olacaq. 150-də isə 0 olacaq. Çünki 0 var. 1, 5'in 5. 5'i də 0'a vuranda 0 eləyir. Cəm dəyişmir. Həmin bu ədədləri də toplayasınız. Çünki burada ortada toplama var deyə. 145 də 90 gəlir. 135, 135 nə qədər eləyir? 135 də 135. 135, baxın yazıram burada 135, üstə gəl 135, 0, 7, 270, 270 də 180 gələndə 450 eləyir. Buradan da 180 gələndə 0, 5, 2 üstə 1, üstə 1, 450. Bu da oldu doğru variant. Görə hansıdır? 450 A variantı. Bu da maraqlı suallar idi. Baxın, yenə də deyirəm, bunu mən necə tapdım? Burada rəqəmlər cəmini toplamalıyıq. Məsələn 139-u götüreyim. 139-da nətər? Məsələn 139-dan sonra nə gələcək? Bax 139. 1 vurulsun 3, vurulsun 9. Neçə eləyir? 27. İndi 140-dan nə olacaq? 1 vurulsun 4, vurulsun 0, 0 olacaq. Məsələn 141-də nə olacaq? 141-də 4 olacaq. Bu rəqəmlərin toplayırsınız, cəmini yazırsınız. Amma sadəcə olaraq burada bilməlisiniz ki, hər biri deməli 100-dən 109-a qədər 0, 110-dan 119-a qədər 45 vahid cəmi artır. 120-dən 129-a qədər 90 vahid cəmi artır. Bu qayda ilə 45, 90, 90 da 45 gəlir. 135, 135 də 45 gəlir. 180, 150-də isə 0 eləyir. Bu da maraqlı sual idi. Anlıram ki, faydası oldu sizə.
Sonra 13-cü sualı baxırıq. Burada maraqlı sualdır. Deyir, artı mərtəbəli bir bina ticarət mərkəzinin hər mərtəbəsində bir-birindən və sıfırdan fərqli sayda mağaza var. Ticarət mərkəzinin müxtəlif mərtəbələrindəki mağazaların sayı hərflərlə verilib, ədədləri ilə ifadə olunmuşdur. İxtiyarı istənilən iki mərtəbədəki mağazaların sayı bir-birinə bölünərək kəsr şəklində yazılır. Bu kəsrlərin neçəsi düzgün olmayan kəsr olacaq? Düzgün olmayan kəsrdə bilirik ki, heç vaxt məxrəc sürətdən böyük, düzgün kəsrdə məxrəc sürətdən həmişə böyük olmalıdır. Əgər sürət məxrəcdən böyükdürsə, bu nədir? Düzgün olmayan kəsirdir. Düzgün kəsir. Məsələn, düzgün olmayan kəsir necə? 4-də 2 bu düzgün olmayan kəsirdir. Çünki 2 qalır deyə düzgün kəsir dedi nədir? Məxrəci sürətindən böyük olsun. Məsələn, 3-də 1 bizim düzgün kəsirimizdir. Buna görə 6 dənə mərtəbə var deyə, amma diqqətli olmaq lazımdır ki, istənilən bir mərtəbəni, məsələn, birinci mərtəbəni biz 5-ci mərtəbə bölə bilərik. Birinci mərtəbəni birinci mərtəbə bölə bilmərik. İstənilən mərtəbə deyir. Ona görə onu nəzərə almalıyıq. Bax, birinci mərtəbədə görə neçə dənə var? Bax, birinci mərtəbədə məxrəci 1 olacaq. Düzgün olmayan kəsir. 1 ola bilməz, 2 olacaq. Sonra 1-də 3 olacaq. Sonra 1-də 4 olacaq. Sonra 1-də 5 olacaq. 1-də 6 olacaq. Sonra 2-dən ikinci mərtəbədə 2-də 1 ola bilməz, düzgün kəsirdir. 2-də 2 ola bilməz, çünki mərtəbə yoxdur belə. Ancaq istənilən mərtəbə bölməliyik də. Ancaq məsələn 2-ni gətirib 2-yə bölə bilmərik. Ona görə 2-də 3 olacaq, 2-də 4 olacaq, 2-də 5 olacaq, 2-də 6 olacaq. Sonra 3-cü mərtəbədə 3-də 4 olacaq, 3-də 5 olacaq, 3-də 6 olacaq. 4-cü mərtəbədə 3-də 5 olacaq. 3-də niyə dedim ki? 4-də 5 olacaq, çünki 4-də 4 ola bilməz. 4-də 5 olacaq, 4-də 6 olacaq. 5-ci mərtəbədə nə olacaq? Düzgün olmayan kəsirdən söhbət gedir ha. 5-də 6. 6-cı mərtəbədə olmayacaq 0. Çünki 6-nı 6-ya böləndə 0. Heç bir mərtəbə yoxdur. Bunların sayını hesablasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. 15 dənə belə bir düzgün olmayan kəsr yaza bilərik. Qayda olaraq yadınızda saxlaya bilərsiniz ki, birincində baxın 5, sonra gəlir 4, sonra 3, 2, 1. Yəni baxın mərtəbə 1, 2, 3, 4, 5. Mərtəbə şəkildə də yadda saxlaya bilərsiniz. 1-dən 5-ə qədər ədədlərin cəmini necə tapırıq? N vurulsun, N üstə gəlsin 1, bölünsün 2. N'imiz burada 5'dir. 5 də 1, 6. 6'nı da 5'ə vuruyor. 30, 30 da 2'yə böləndə 15. Bu da maraqlı sual idi. Sonra keçək 13-cü sual. Nə deyir 13-cü sualda? Ən böyük burada şərt verilib. Z-dir, sonra Y-dir, sonra X-dir. Ona görə bizdən nədir? Ədədlərin tam hissələri arasındakı fərq 18'dir. Tam hissələri arasında fərq 18 olması üçün tam hissələr hansıdır? 6x-dir burada. Bir də z2-dir. Axı z böyük olduğuna görə z2 çıxılsın 6x. Bərabərdir neçəyə? 18-də. Kəsr hissələr arasındakı, yəni vergüllər arasındakı vergüllər hansıdır burada? 4y-dan çıxacam nəyi? 3x-i. Niyə görə? Bu da verəcək fərqi neçəni? 4'ü. Bu 2 idi. 2'dən hansı ədədi çıxsa 8 alar. Əlbəttə ki 4'ü. X oldu 4. Z olacaq burada. 1'in götürmüşük də. 1 qalması üçün Z olacaq 8. 8'dən 6 çıxanda 2. 2'dən 1 çıxanda 1. X'i də tapmışıq həqiqətən. Bura 4'dür. İndi biz hansı rəqəmdən 7'dən çıxa bilərik də, düzdürmü? 7'dən 4 çıxsa 7 niyə oldu?
Aha. Hangi x oldu 4. Şimdi bu 4 olması için burada x4'te bunu bozdum buradan. Görüm düz yazdım yoksa səhv yazdım. Z x3'dür. Ben burada yerin səhv yazmışam, ona göre düz gəlmir. Üzərə sayın. Burada tam hissə nə idi? Tam hissdə kəsr hissələr nə idi burada? 4y çıxılsın x3. x3. İndi burada 4 olması üçün hədə burada 7 olmalıdır. Baxın 7-dən 3 çıxanda 4 qalır. Bizdən z-imiz nə idi? X-imiz 4, z-imiz y-imiz 7, z-imiz də 8. 4 üstə gəl 7, üstə gəl 8. Nəyi verir? 4, 7, 11, 8 gələndə 19'u verir. Sonra keçək 14-cü suala. Bu da maraqlı sualdır. Nə deyir 14-cü sualda? Burada nədir? Məsələn, aşağıdakı ədədlər müəyyən qanuqluluğa düzülmüşdür. Baxın, istixarələr lazım deyil. Sütunlara baxsaq, məsələn, birinci sütundakı 2-ni görürük, düzdür? 2-ni necə yaza bilərik? 1-in kvadratı üstə gəlib 1 yaza bilərik. 1-in kvadratı 1, 1 2 gəlir. Məsələn, ikinci sütunda 6-nı necə ala bilərik? 2-nin kvadratı üstə gəl 2, nəyi verəcək? 4 üstə 2 gələndə 6. Üçüncü sütunun 12-ni necə ala bilərik? 3-ün kvadratı 9 üstə gəl 3, 12. 4-cü sütunda 20 necə ala bilərik? 4-ün kvadratı üstə gəl 4, 20. 20-ci sütunda deyir, A-nı tapaq biz. 20-nin kvadratı üstə gəl 20. 20-nin kvadratı 400, üstə gəl 20. Bu da nəyi verir? 420. Sonra keçək 15-ci sual. Nə deyir? Tavandakı Ö nöqtəsindən asılı olan elektrikli oyuncaq bir nömrəli vəziyyətdən ox yönündə sıra ilə digər nömrələrdən keçməklə 5 nömrəli vəziyyətə və eyni şəkildə 5 nömrəli vəziyyətdən sıra ilə digər nömrələrdən keçməklə geriyə doğru bir nömrəli vəziyyətə gəlir. Oyuncaq hər bir nömrədən digərinə keçmək üçün 1 saniyə zaman xərcləyərək hərəkətə davam edir. Buna görə bu oyuncaq 2025-ci saniyədə neçə nömrəli vəziyyətdə olacaq? İndi fikir verin. Arasına fikir versək 1, 2, 3, 4. İndi qayıdacaq. 4, 5, 6, 7, 8. Yəni bu 8 dəfədən bir period olur da. 2025-i böləcək 8-ə. Qalacaq 1. Birinci də gəlib ikinci saniyədə ikinci oxda dayanacaq da. Bu da oldu A variantı. Aydın oldu. Məsələn, qalıq 2 qalsaydı hansı saniyədə olacaqdı? Gəlib üçüncü oxda olacaqdı. Bu da oldu. Niyə görə 8-ə böldük? Yenə deyirəm 1, 2, 3, 4. Çünki hər 4 dəfə belə gedir ox istiqamətində. 5 dəfə belə, 4 dəfə də belə gedir. 8 dəfə olur. 16-cı sual nədir? Aşağıda avtomobil yolun 160 metrlik bir hissəsi verilmişdir. Yolun kənarındakı səki daşları iki fərqli rənglə rənglənib. Eyni rəngli daşların uzunluqları bərabərdir. Yolun bir tərəfinə qırmızı, mavi şəklində sırayla düzülüb. Yolun digər tərəfinə isə qırmızı, mavi şəklində sırayla daşlar düzülüb. Qırmızı daşların hər birinin uzunluğu 3 metr, mavi daşların hər birinin uzunluğu isə 2 metrdir. Buna görə 160 metrlik yolda ümumilikdə neçə ədəd qırmızı səki daşı düzülmüşdür? Baxın dostlar, bu da maraqlı sualdır. Bax, bu yolda fikir verin. Bir dənə qırmızı gəlir, bir dənə mavi gəlir. Qırmızı gəlir, mavi gəlir. Yəni bunların periodu 160, qırmızının uzunluğu 3'dür, mavinin də uzunluğu 2'dir. Bunların cəmi nə qədər? 5 edir. Mən 160'ı bu yolu tapa bilərəm də. Görüm 160 metr yolda neçə dəfə qırmızı düşüb? 160'ı böldürəm 5'ə. Neçə düşür? 32.
Yəni 32 dənə mavi düşüb. Bəs qırmızı axı 2 dəfə üzr istəyirəm. 32 dəfə mavi düşüb. 32 dəfə nə? 32 dəfə də nə düşüb? Qırmızı düşüb. Axı indi bu yolda fərqlidir. Nəyə görə fərqlidir? Çünki 2 dənə qırmızı gəlib, bir dənə mavi. Bu yolun uzunluğun 3, üstə gəl 3, üstə gəl 2. 6, 6'ın 2 bölü 8. Düzdür? İndi 160'ı böldürəm 8'ə. Düşür nə qədər? 20. Amma 20 dənə nə düşüb? Mavi düşüb. 40 dənə də qırmızı düşüb. Niyə görə? 2 dəfədən bir qırmızı. 20'ni vurursunuz 2'yə 40. Çünki axı deyirək 2 dənə qırmızı gəlir, bir dənə mavi. Ona görə 40 üstə gəl 32. Bunların da cəmi verir bizdə nəyi? 40 üstə gəl 32. Bunların cəmi verir nəyi? 72'ni. Bu da oldu D variantı. Sonra keçək 17-ci suala. Deyir sahib 75 metrlik bir divarı 4 günə, Murad isə eyni divarı 8 günə hörə bilir. İkisi birlikdə bu divarı hörüb qurtardıqda Murad neçə ədəd kərpic istifadə etmiş olar? Bu da maraqlı sualdır. Əvvəlcə 75 metr kvadratı santimetr kvadrata çevirdim. Çevirəndə 7 milyon 500. 7 milyon 500 bak. Çünki baxın 1 santimetr 1 metr 100 santimetrdir. Düzdür? 100 santimetr. 100 santimetri də 100 santimetrə vuranda 100'ün kvadratı nədir? Yanına 4 dənə sıfır atırıq da. Düzdürmü? Ona görə 75'in də yanına 4 dənə sıfır atmaq lazımdır. 1, 2, 3, 4. Niyə 4 dənə 100 cm, 1 metr 100 cm kvadratdır. Elə deyir nə qədər? 5 dənə sıfır atırıq. Kvadrat bir divarı 4 günə. Nə qədər eləyir? 750 min santimetr kvadrat. Kərpicin eni nə qədərdir? 20 vurulsun nə qədər? 25'ə. Bu da eləyir nə qədər? 500 santimetr kvadrat. Görüm indi neçə dənə kərpic istifadə olunacaq? 750 min santimetr kvadrat. 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4 dənə. 4 dənə. Bölünsün nə qədər? 500'ə. 500'ə. 2 dənə sıfır buradan getdi. Qalır nə qədər? 1500 dənə. 1500 kərpic. 1500 kərpic. 1500 kərpic. Amma sahib Muraddan 2 dəfə sürətli işləyir. Niyə görə? 4 gün bu görür, 4 gün, 8 gündə Murad görür. Düzdür? 8 4'dən nə qədər çoxdur? 2 dəfə. Onda 2x sürətlə kim işləyir? Sahib. Murad da nə ilə? X sürətlə işləyir. İndi 2x ilə 3x'in, daha doğrusu x'in cəmi 1500 verirsə, 3x nəyə bərabərdir? 1500'ə, x də bərabərdir. 1500'də 3'ə böləndə 500.
500. 500 dənə kərpici kim eləyəcək? Murad. Və yaxud da belə yaza bilərsiniz. 4-də 1 üstə gəl 8-də 1 nəyi verir? 8-də 3-ü 1500-ün 8-də 1500-ü böləcəksiniz, böləcəksiniz 8-də 3-ə, vuracaqsınız 3-ə, böləcəksiniz 8, daha böləcəksiniz 3-ə, vuracaqsınız 8-ə, eləcək 4000. 4000-in də 8-də 1 hissəsində Murad görür. 4 bu da eləyir 500. Yəni belə də yaza bilərsiniz. On 8-ci sual. Nə deyir? Cəmi 237 olan 5 müxtəlif 2 rəqəmli natural ədəd ilə əlaqəli aşağıdakılar məlumdur. Ədədlərin yalnız ikisi 90-dan böyükdür. 5 dənə müxtəlif ədəd 1, 2, 3, 4, 5 dənə yazdıram. Deyir, ədədlərdən yalnız ikisi cütdür. Ən böyüyün ən çoxunu tapmaq üçün çalışaq ki, minimum ədədlər verək də. İndi fikir verin. Ədədlərin yalnız ikisi 90-dan böyükdürsə, birini yazıram onsuz 90. Çünki mənim ən böyüyün ən çox alması üçün onsuz da 90-dan tapdığım 2 dənə 5-ci ədəddə bir görəcəm ki, 90-dan böyük olacaq. Bu qalsın. Sonra nə yazıram? Ədədlər yalnız ikisi cütdür. 10 yazıram, sonra yazıram 11 yazıram. Düzdür? 5-incisini 98 götürə bilmərəm. Çünki cütdür. 2 dənə cüt var da burada. Sonra 96-nı götürə bilmərəm. 96 cütdür, ola bilməz. 93 ola bilərdi. Amma ki, ən böyüyün ən çoxunu soruşur deyə. Baxın, 95 götürsən bunu. 5-incisini 95 götürsən. 90 üstə 10 gələndə 100. 100 üstə 11 gələndə baxın 111 eləyir də. 100 üstə 111. 111-in üzərinə 95 gələndə 6, 9-da 1. 10, 206. Həqiqətən indi 206-dan 237-dən 206 çıxanda 237-dən çıxacam 206-nı 1 3-dən 0 çıxanda 3-dən 0 çıxanda 3, 2-dən 2 çıxanda 0, 31. Həqiqətən ikisi 31-dən, gördünüz, dördüncüsü də 31 düşür. Həqiqətən görə verilən şərt ödəyirmi? Ədədlərin yalnız ikisi 90-dan böyükdür. 90, 95 ödəyir. Ədədlərin yalnız ikisi cüt ədəddir. 90 ilə 10 cüt ədəddir. Yalnız ikisi 30-dan kiçikdir. İkisi yalnız 30-dan kiçikdir. Həqiqətən 10 ilə 11 30-dan kiçikdir. Bu da oldu B variantı. Bəs deyəsiniz, yenə deyirəm, 93 ona görə olmadı ki, ən böyüyün ən çoxu, əgər 95 varsa, mən ən böyüyün ən çoxu ilə 95 götürürəm. 98 niyə görə götürmədik? Yalnız ədədlərin ikisi cütdür deyə götürmədik. Ona görə olmaz. Keçirik 19-cu suala. Nə deyir? Bir səbətdə alma və armudlardan ibarət cəmi 40 ədəd meyvə var. Səbətdə hər hansı 19 meyvə götürəndə bunların içərisində ən az biri alma olur. Baxın, səbətdə 40 dənə alma var. 19 dənə meyvə götürdüm. Düzdür? Bunun ən azı biri nə olur? Alma. Alma yazdım. Deməli, 18-i nə olacaq? Buradan 18-i də armud. Armud. Görüm düz oxudum yoxsa səhv? Səbətdə hər hansı 19 meyvə götürəndə bunların içərisində ən az bir alma olur. Aha, götürdüm. Sonra 23 meyvə götürəndə 23 meyvə səbətdə bunların içərisində ən az biri armud olur. Baxın, biri armud olursa, onda 22-si nə olur? 22-si nə olacaq? %20'si nə olur? Alma olur. Düzdür? Alma. Deməli, 22 ilə 18-in cəmi həqiqətən 40 eləyirmi? Deməli, 18 dənə armud var, 22 dənə də alma var. Buna görə bu səbətdə neçə alma var? Bu da oldu D variantı. 22 dənə alma. Bax, belə tapırsınız. Sonra,
20-ci sual, bu da maraqlı sualdır. Nə deyir? ABCD və sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Bizdən deyir ki, bu cəminin ala biləcəyi ən kiçik qiyməti neçə olacaq? Bilirik ki, məxrəci kiçik daha böyük olan, baxın, məxrəci nə qədər böyük olsa, sürəti nə qədər kiçik olsa, həmin ədəd balaca olur. Məsələn, 9-da 9 götürmək, məsələn, 8-də 4 yazaq, düzdür? Sürət böyük oldu da məxrəcindən. Bu elədi 2. Amma bunu əksinə yazsam, 8-də 4 yazsam, 0,5 eləyəcək. 2 0,5-dən nə qədər kiçikdir, gördünüzmü? Ona görə nə eləmək lazımdır? Məxrəclərin maksimum böyük, sürətlərin maksimum kiçik götürmək lazımdır. Ona görə hər biri fərqli ədəd olduğuna görə, 0-dan fərqli olduğuna görə B-yə deyirəm 9, A-ya deyirəm 1. Üstünə gəlirəm. D-yə deyirəm 8, C-yə deyirəm 2. Burada ixtisar aparanda 4-də 1 qalır. Orta məxrəclə gətirək. 72 olsun, neynək? 72-ni 9-da böləndə 1, 72-ni də 8-ə böləndə 9. 72-ni 9-a böləndə 8 qalır. Nəyi danışıram mən? 8 üstə gəl 2 9-da 18. 18-də 8 gələndə 26-da 72. İxtisar aparsaq, bu da qalacaq nə qədər? 72-ni 2 36-da 26, 13, 36-da 13. Bu da oldu D variantı. Keçək 21-ci suala. Bu da maraqlı sualdır. Görək tapa biləcək yoxsa yox. Nə deyir? Bitişik tərəfləri bir-birinə perpendikulyar olan şəkildə qarışqa A nöqtəsindən ox istiqamətində fiqurun tərəfləri üzərində hərəkət edir. Qarışqanın sürəti dəqiqədə 2 metrdir. O şəklin ətrafına tam dolanaraq yenidən A nöqtəsinə qayıdır. Perimetr boyunda hərəkət etmək lazımdır. Baxın, əvvəlcə gəlin uzunluğunu tapaq. Buradan bura qədər 8 isə, baxın bu hissdə, bu hissdə nəyi verəcək? 8 metrəni verəcək. Sonra, əgər, baxın, burada içəri keçmə varsa, bax, burada içəri keçmə var da, bura mən x desəm, buradan buraya qədər məsafə 7-dirsə, bura 6-dirsə, ümumi məsafə nə qədər? 13. Axı, burada fikir verin, sanki belə deyək də artıqdır da. Nə qədər bu hissədə, baxın bu hissə elə bir burada artıqdır. Onda mən bunu ümumi məsafədən 13-dən çıxaram da x-i. Düzdür? Verər bizdən nəyi? 13 çıxılsın x-i. Ümumi uzunluğu necə tapa bilərəm? 8 üstə gəl 6 üstə gəl 8 üstə gəl x üstə gəl 7 üstə gəl 7 çıxılsın 13 çıxılsın, daha doğrusu üstə gəl 13 çıxılsın x-i. Baxın, x-lər buradan x-lərə getdi. 8 də 6 14, 14 də 8 22, 22 də 7 22 29, 29 da 13 gələndə 29 üstə gəl 13, bu da eləyir 42 metr. Bu fiqurun perimetri 42-dir. Sürəti də 2 metr olduğuna görə 42-ni də bölürsünüz 2-yə, bu da düşür nə qədər? 21. Bu da oldu B variantı. Keçək növbəti suala. 22-ci sualda nə deyir? Qutuda müəyyən sayda kiçik toplar var. Bu qutuya içindəki topların sayı qədər top atılır və daha sonra 2A sayda top götürülür. Bu işi 4 dəfə yerinə yetirdikdən sonra qutuda top qalmır. Buna görə başlanğıcda qutuda neçə top var idi? Baxın, əgər 2A sayda götürübsə, qutuda A sayda deyə bilmərik. Çünki bilmirək qutuda hansı sayda. Qutuda x deyirəm başlanğıcda. Baxın, birinci. X sayda top var idi. X qədər əlavə elədim. Bir də 2A-nı çıxdım. Nə qədər qaldı? 2x çıxılsın 2A. İkinci. 2x çıxılsın 2A sayda var idi. Üzərinə olduğu qədər əlavə edirəm. 2x çıxılsın 2A. Bir də çıxıram nədən? 2A-nı. 2x nə eləyir? 4x çıxılsın 2 mənfi 2A çıxılsın mənfi 2A mənfi 2A eləyir nə qədər? Mənfi 6
A. Yəni bu ikinci dəfə qutuda nə qədər top qaldı? 4 çıxılsın, 4 2 çıxılsın, 6A. 4 2 çıxılsın, 6A. Üçüncü dəfə özü qədər əlavə edirəm. 4x-də 4x gələndə 8x eləyir. Çıxılsın 6A mənfi 6A ilə mənfi 6A gələndə 12A, mənfi 12A-dan da 2A çıxanda mənfi neçə qalır? 12-dən A çıxanda 10A. İndi dördüncü dəfə 8x əlavə eləsəm 16x olacaq. Çıxılsın 10A-dan gelin burada səhv yazdım deyəsən. İkincinə baxaq. İkinci dəfə 2x-də 2x gələndə 4x çıxılsın 2A-dan 2A çıxanda burada səhv eləmişəm. 2A-dan mənfi 4A, mənfi 4A-dan da 2A çıxanda 6A. Bu düzdür. 4x-də 4x gələndə 8x, 6x-də 6 gələndə 12, 12-də 2 gələndə 14A eləcək. Dördüncü dəfə 8-də 8 gələndə, bax belə yazıram da 8x çıxılsın 14A, üstünə gəlsin 8x çıxılsın 14A, çıxılsın 2A. 8 8 nə qədər eləyir? 16x çıxılsın 14A, 14A. 28-də 2 gələndə 30A. Bizə nəyi verəcək? Dördüncü dəfə top qalmır. Yəni 0 sayda. Buradan 16x nəyə bərabərdir? 30A-ya. X-i əvəz ilə x nəyə bərabərdir? 30A bölünsün 16. X-lər aparsaq hər tərəfi 2-yə. X də bərabərdir. 30-u 2-yə böləndə 15A. 30-u da 16-ya böləndə 8. Deməli, doğru variant hansı olacaq? Görə belə bir variant varmı? Bu da oldu B variantı. Sonra keçək 23-cü sual. Bu da maraqlı sualdır. Nə deyir? Üst dostun hər birinin müxtəlif miqdarda olmaqla ümumilikdə 300 manat pulu var. Bu üst dostdan ixtiyarı hər hansı ikisi birlikdə qiyməti 153 manat olan bir qlobusu ala bilir. Buna görə pulu ən az olan dostun ən az neçə manat pulu var? 3 dənə dost var. Deyək ki, bu dostlar A-dır, B-dir, C-dir. Bunlar pullarının cəmi nə qədərdir? 300 manatdır. Düzdür? Mən bilirəm ki, B ilə C dost 153 manatlıq pul eləyir ikisi birlikdə. Onda buradan tək anım tapa bilərəm də 300-dən çıxıram 153-i. Buradan A nəyi verir? 147. Axı bilirik ki, 2 dənə dost 153 manatlığı ala bilir. Qlobus ala bilir. Qlobusun ən azı 153 manat. Ona görə 153-dən də çıxıram 147-ni. Bu da verir 6. Bu da oldu B variantı ən azı. Sonra 24-cü sualdır. Nə deyir? Boyunbağlarının bütün muncuqları ümumi səsi 120 qramdan çoxdursa, ən az neçə mavi muncuq vardır? Nə deyir? Boyunbağdakı cəhrayı rəngli muncuqların ümumi səsi ilə mavi rəngli muncuqların ümumi səsi bir-birinə bərabərdir. Aha. 4 qram buradan, 5 qram buradan. Mavilər 5 qramdır, bunlar 4 qramdır. Variantla yoxlayırsınız. Məsələn, 16-nı yoxlasam, 16-nı yoxlasam. 16-nı 5-ə vuranda nə qədər edir? 16-nı vurursunuz 5-ə. Nə qədər edir? 80. 80 vurdursa, 80 də böləsiz 4-ə, 20 dənə də nə olacaq? Cəhrayı. Cəhrayı. Çünki həqiqətən cəhrayı çox olsun ki, bunların bir-birinə bərabər olsun. Həqiqətən 80-dən 80-ını toplayanda 160 eləyir. 120 qramdan çoxdur. Amma ki 15-i götürsəz burada, 15-i götürsəz şərt ödəməyəcək. Niyə görə? Baxın. 15-i vurasınız 5-ə. Mavilər axı 5-dir. Bizdən maviləri soruşur da. Mavi 15 olsa. 15-i vurdunuz 5-ə. Elədi nə qədər? 75. Axı bərabər olmalıdır muncuqların mavi ilə cəhrayı muncuqlar bərabər olmalı. 75 75 gələndə nə qədər eləyir?
5 150. Həqiqətən 150 120-dən böyükdür. Amma ki, axı 75 4-ə bölünmür. Axı muncuqların çəkisi cəhrayı nə qədər 4 qramdır. Ona görə 15 ola bilməz. 12-ni götürsək, nə baş verəcək? Əslində bu da ödəyir, amma şərti ödənmir. Hansı şərti ödənmir onu da deyim. İndi 12-ni götürsək, vursaq 5-ə. Nə qədər eləyəcək? 60. Avtomatik 60-ı da 60-dırsa mavi. 60 da cəhrəyi olacaq. Nə qədər eləyəcək? 120 qram. Düzdür? 120 qram axı ola bilməz. Şərti deyir ki, 120 qramdan çoxdursa. Ona görə A variant olmadı. Ən az soruşduğuna görə 16 olacaq. Sonra 25-ci sualda nə deyir? Burada da baxın 399 olmayacaq. 399-u bölsək 35-ə. Burada 11 düşəcək. Axı 11 ola bilməz. 10 olmalı da maksimum 10 olmalı. Ona görə maksimum 10 olması üçün 379 olacaq. 379-u böləcək nəyə? 35-ə. Neçə dəfə düşür? Bir dəfə 1 35-in 35. Neçə qalır? 2 29 da bölünmür deyə 0 atır da 10 350 29 da qalıq qalır. Düzdür? Bizdən də bu qalığın rəqəmlər cəmini soruşdu. 7 9 gələndə neçə eləyir? 16. 18 olmayacaq. Dediyim kimi, əgər 399 olsa 35-ə bölsək neçə olacaq? 11 neçə düşəcək, qalıq neçə qalacaq? Düzdür? Ona görə ödəmir. Birdən deyəsiz ki, bəs niyə 384 olmadı? Çünki 8 ilə 4-ün cəmi 12 eləyir. Bizə lazımdır MN-in ala biləcəyi ən böyük qiymət. Ona görə 7 ilə 9-un cəmi nə eləyəcək? 16. İnanıram ki, faydası oldu.